Salam. Bugünkü video icmalımızda isə sizləri Lynk & Co 06 EMP modeli ilə daha yaxından tanış edəcəm. İsveç texnologiyası ilə Çin innovasiyasının birləşməsi olan 06 modeli 1,5 litrik turbo mühərrik, 1 ədəd elektrik mühərriki və 20 kW-lıq batareya həcmi ilə təmin olunub. Toplamda 299 at gücü, 568 Nm hasil edən bu balaca avtomobil sizə dinamiklik, əla idarə etmə və yüksək keyfiyyətli təhlükəsizlik sistemini vəd edir. Balaca olması qətiyyən sizi çaşdırmasın. 4340 mm uzunluğu, 2640 mm təkər bazası olan bu avtomobil əslində ölçülərinə görə heç də balaca deyil. Bu təkər bazası sizə yetərincə həcmi olan batareya həcmi və ən əsası da arxa hissədə çox yaxşı diz məsafəsini verir. 06 modeli təchizat olaraq da yetərincə zəngindir. Gördüyünüz kimi LED ön fənərlər, 18 düymlük disklər, 360 kamera, kör zona xəbərdarlıq siqnalı, açarsız giriş sistemi, panoramik tavan, elektron bagaj. Avtomobilin eksteryerindən yetəri qədər danışdıq. Dedim sizə biraz avtomobilin interyerində əyləşərək həm sürüş barəsində, həmçinin də ki, daxil, yəni interyer komplektasiyası haqqında da biraz məlumat verim. Demək, hal-hazırda sizinlə çox rahat şəkildə danışıram. Bunun da səbəbi avtomobilin intellektual cruise kontrol vasitəsilə öz-özünü idarə etməsidir. İntellektual cruise kontrolda avtomobil özünü həm zolaqda tutur, həm öndəki avtomobilə görə sürət həddini təyin edir, həmçinin də ki, dönmələri filan bunların hər birinə nəzarət edir, yəni kör zonalarda daxil olmaqla. Nəzərinizə çatdırım ki, EMP texnologiyası çox möhtəşəm bir ikilinin birləşməsindən əmələ gəlib. Bunun əsas özəlliyi və üstünlüyü nədən ibarətdir? EMP texnologiyasında siz avtomobili həm paralel, həmçinin də ki, ardıcıl hibrid kimi istifadə edə bilirsiniz. Bunu çox deyirdik, amma indi istərdim ki, fiziki olaraq elə realda sizə birbaşa olaraq göstərim. Gördüyünüz kimi, hal-hazırda avtomobil həm idarə olunur, yəni hərəkət edir, həmçinin də ki, şarj olunur. Benzin mühərrik təkərlərlə birbaşa olaraq 3 pilləli GHT Pro transmisiya vasitəsilə birləşib. Və siz sürüş zamanı istərsə yüksək sürətdə, istərsəniz aşağı sürətdə avtomobili tam olaraq benzin mühərrikin köməklik vasitəsilə də idarə edə bilərsiniz. Həmçinin də sürüş rejimini dəyişməklə avtomobili tam bir elektrik avtomobili kimi idarə etmək mümkündür. Bunun üçün də əgər lap şarjınız azalsa da belə, o zaman benzin mühərrik işə düşəcək və generator tipli mühərrik kimi bayaq xatırlatdığım kimi batareyaları başlayacaq şarj etməyə. Hal-hazırda avtomobili qarışıq rejimdə idarə edirik, yəni smart rejimdə. Bu rejimdə avtomobil özü həm benzin mühərrikdən, həmçində elektrik mühərrikdən bərabər şəkildə istifadə edir. Amma siz avtomobili EV rejimdə, yəni elektrik vehicle rejimində idarə etməklə tam batareya həcmi ilə 126 km məsafə qət edə bilərsiniz. Və bugünkü video icmalımızda 06 modeli haqqında sizlərə məlumat verdik. Gələn videolarımızda digər modellərimiz haqqında çox maraqlı videolar sizi gözləyir. 06 və həmçinin də digər modellərimizi test-drive etmək üçün Əhməd Rəcəbli 40B ünvanında yerləşən showroomumuza sizləri gözləyirik.